Azərbaycan Respublikası Əmək Məcəlləsinin 223-cü maddəsi əməyin mühafizəsi xidmətləri adlanır. İrəliyən dəqiqələrdə sizinlə əməyin mühafizəsi xidmətlərinin hansı hallarda və nəyə əsasən yaradılması haqqında söhbət aparasıyıq. Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrində işə götürənlər işçilərinin sayı 50 nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətlərini yaratmalıdırlar. Əməyin mühafizəsi xidmətlərinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilməlidir. İşçilərinin sayı 50 nəfərdən artıq olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı 500 nəfərdən artıq olan müəssisələrdə müəssisə rəhbərinin və yaxud müəssisənin baş mühəndisinin əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilməlidir. 1000 nəfərdən çox olan işçinin çalışdığı müəssisələrdə sənaye sanitariya laboratoriyası, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilməlidir. Fiziki şəxs olan işə götürənlərin yaratdıqları və işçilərinin sayı 50 nəfərdən artıq olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis edilməlidir. Müəssisələrdə və fiziki şəxs olan işə götürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olarsa, əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və onun əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilməlidir. Bu mümkün olmadıqda isə işə götürən tərəfindən əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis edilir. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barəsində icrası məcburi göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barəsində işə götürənə təqdimatlar vermək hüquqlarına malikdirlər. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və onların mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarının düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İşə götürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil edə və yaxud da ləğv edə bilər.